Salam əziz şagirdlər. Deməli, düz xətt, müstəvilərin qarşılı vəziyyəti və çarpaz düz xəttlər haqqında məlumat verəcəm. Deməli, deyib ki, AB parçası alfa müstəvisinin üzərində proyeksiyası DY-dir. Proyeksiya, mail. Elə bil uşaqlar, bu özüdür, bu onun kölgəsidir. Elə başa düşün, kölgədir o. Deməli, AD 5-dir. AD 5-dir. Ondan sonra AC 10-dur. 10. BY 1-dir. Bu isə deyir bizim AB parçasının uzunluğunu tapın. Təbii ki, uşaqlar necə tapmaq lazımdır bunu? Bildiyimiz kimi uşaqlar, bax düzbucaqlı üçbucaqdır. Bu 5-dir, katet 5-dir, hipotenuz 10-dur. Hansı dərəcədə bucaq qarşısında dayanan katet hipotenuzun yarısı da 30. Bu 30-dursa, deməli bu da 30-dur. 30, 30. 30-un qarşısında dayanan 1-dirsə, 90-dır, bu da 90-dır. Deməli 90 qarşısında dayanan tərəf neçə olacaq? 2 olacaq. Onun 2 qatı olacaq. AB tərəfində tapanda 10 plus 2 eləyəcək 12. Cavab D bəndi. İkinci sual. Deyib DY, bu ikinci sualda eyni qaydadır. Keçək üçüncü sualın şəklini çəkək. Müstəvini kəsməyən, bu uşaqlar müstəvidir. Belə başa düşün, müstəvidir. Müstəvini kəsməyən bir dənə xətt var. Belə bir xəttdir. Deyib ki, A və B parçasından, bu A parçası, A nöqtəsidir, bu B nöqtəsidir. Müstəviyə qədər məsafə, deməli, bir dənəsi 3,4-dür. Bir dənə məsafə isə 4,6-dır. Məsafə 4,6-dır. Bunu birləşdirsək belə, bu da düzbucaqlı olacaq. Bunlar məsafəli eyni. Bizə deyib ki, AP parçasının ortası ilə müstəviyə qədər məsafəni tapın. Uşaqlar, bu məsafə var ha. Bu fiqur belə deyim də sizə. Belə bir fiquru döndərsəm, bu trapesiya olacaq. Bu trapesiya olacaq. Bu məsafəni biz istəyib. Trapesiyada orta xəttini tapanda ortadakıların cəmini toplayıb 2-yə böləcəm. X bərabərdir 3,4 plus 4,6 bölünsün 2. Bu da olacaq 8. Bunları toplayanda 8-i də 2-yə böləndə olacaq 4. Cavab 4 olacaq. İki çarpaz düz xəttin deyib ki, bucaqlardan hansı iki çarpaz düz xəttin arasında bucaq ola bilər? Uşaqlar, ümumiyyətlə, çarpaz düz xətlər arasında qalan bucaq betdə olarsa, bet də həmişə 90 dərəcədən kiçik olmalıdır. 90 dərəcədən kiçik olan 2 dənə bucaq var. 85-dir, bir də 80-dir. 2 və 4 olacaq. Çarpaz düz xətlər arasında ola bilməz, 90-dan böyük bucaqlar olacaq zaten. Yəni, bunu da tapacaqsınız. Deyib ki, bucaqlardan hansı fəzada kəsişən iki düz xətlər arasında bucaq ola bilər? Ola bilər, hansı bucaqlı olacaq? 65, ondan sonra 86, 2, 4 olacaq. 2, 4. Ola bilməz deyəndə, belə deyim də, 90-dan böyük, 180 dərəcədən kiçik olanları götürəcəm. 8-ci sual. Deməli, 8-ci sual nədir? Müstəvini kəsməyən parçadan ucların müstəvini 6 və 8. Yenə də eyni sual. Müstəvini kəsməyən parçadan parçadır. A parçası, bu da B parçası, B nöqtəsi parçanın kəsməyən məsafələrin biri 6-dır, biri isə 8-dir. Bunu da 90-90 qoyaq. Deməli, bunun ortasından yenə də parçanın ortasından müstəviyə qədər məsafə trapesiyanın orta xətti olacaq. Trapesiyanın orta xəttini tapanda oturacaqların cəmini toplayıb 2-yə böləcəm. 6-dan 8 toplayanda 14, 14-də böləcəm 2-yə, eləyəcək 7. Cavab olacaq Y bəndi. Bu suallar uşaqlar, bu bildiyimiz kimi düzbucaqlı paralelopeddir və düzbucaqlı paralelopeddə bu bucaqların həmişə 90 olur. Qutub düşünün, yəni qutub kimidir bu. Deyib ki, A1D, A1D hanım? A1D. Bax, bunu birləşdirsəm. Yox, AD1, AD1, bax, bu xətt. Bu xətt. Bu xətti birləşdirsəm. Bu xətt. Deyib B1-dən çarpaz düzbucaqlar arasında qalan qiyməti hansı müstəvi qiymətindən bərabərdir? Deməli, B1-də bu xətt. Bu xətti yazaq. Belə bir xətdir. İndi uşaqlar, bunların arasında qalan bucağı tapanda, təbii ki, bunların bucağı necə tapmaq olar? Deməli, uşaqlar, bax, bu B1-i paralel köçürsəm, bu bucaqdır, yəni. Bu tərəfdir. Və ya bu tərəfdə ola bilər də, təbii ki, bu tərəfdə ola bilər. Paralel eyni köçürə bilərəm. Burada alınan bucaq hansı bucaqdır? A, A1 və D1. Birinci bucaq A1D və ya
D1A. Bu da ola bilər. Baxaq hansı var cavabda? A, A1D, A1D. Elə bir cavab var? Yox, heç yoxdur. D1A. Deməli, A1, D1. Elə bir cavab yoxdur heç. Deməli, A1 bizə deyib ki, baxaq elə bir dənə də. Deyib ki, arasına qalan bir çarpaz bucaqları arasına bucağın qiyməti hansı müstəvi bucağına bərabərdir. Deməli, A1D. Mən elə düz dedim də, bu A1 idi altdakı. A1 bu idi uşaqlar. Bu yadda silin. Biz A1 bu idi axı. Həmən bu A1 budur, A budur. Deməli, onda olacaq A1AD. Belə olacaq. A1AD. Və ya D1A. Belə olacaq. D1A. İndi baxaq A1AD. Cavab B bəndə olacaq. Əgər başa düşmədinizsə, indi də dərsdə inşallah bunun şəklini qəşəng çəkib sizə izah edərəm. Yəni inşallah çətin deyil. Bax, 2 dənə düz xətt deyil. Bir dənə bu düz xətt idi, bir də bu düz xətt idi. Buna paralel düz xəttlər seçdim 2 dənə. Bu bucaqlar hansılardır? A-dır, A1-dir, A-dır, D1-dir. Bax, birinci budur. Bir də və ya D-dir, D1-dir, A-dır. Bu 2 dənə bucaq. Bax, bir dənə bucaq bu andır, bir dənə də bucaq bu andır. 2 dənə bucaqdır. İndi uşaqlar davamına baxaq. Təbii ki, çətinlər olacaq, qabağımıza çıxacaq. Çətin yox, sizin üçün çətin olan. Deyib 10-cu suala baxaq. Deyib ki, uzunluğu deməli 8 olan parçanın müstəvidən bir tərəfdə yerləşən parça deyəndə elə bu parçadan da söhbət gedir. Bunun uzunluğu 8-dir. Deyib ki, proyeksiyası deyib ki, bu tərəf uzunluğu 8 olan müstəvi bir tərəfdə yerləşən parçanın və bu müstəvinin proyeksiyası 4-ə bərabərdir. Deməli, belə bir xəttlər çəkib. Proyeksiya burada 4-dür. İndi uşaqlar deyib ki, düz xətt. Deyib ki, parça ilə müstəvinin arasında qalan bucağı tapın. Bu xətt elə bil. Bunu birləşdirərəm belə. Bu da düz bucaqlı, üç bucaq düzəldərəm. Bu 4-dürsə, bu da 4-dür. Hansı bucaq qarşısında dayanan katet? Hipnozun yazıdır. Bu 30 imiş onda. Neçə imiş? 60. Belə. Cavab 60 olacaq. Hansı təklif doğrudur? İnşallah bu aksiyonları bilmək lazımdır. O aksiyonları sizə yazmışam. Düz hamısını yazmamışam. Hamısını yazsam biraz vaxtınız çox gedəcək, amma belə məntiqdən tutmağı öyrədəcəm sizə. Hamısına baxmayacaq təbii ki. Deyib ki, kəsişməyən iki müstəvidən birini kəsən düz xətt digər müstəvini kəsir. Kəsişməyən iki müstəvidən birini kəsən müstəvi digərini kəsir. Bəli, uşaqlar, aksiyonlar göstərəcəm. Əgər bu paralel müstəvilərdən söhbət gedirsə, bu müstəvilər belədir, bir dənə müstəvi belə çəkək. Bu da paralel müstəvilərdir. Birini kəsən xətt digərini kəsir. Bu düzdür. İndi gəl, bizə deyiblər doğrunu tap. Bir düz xəttdən yalnız və yalnız iki müstəvi keçmək olar. Uşaqlar, bir müstəvidən, bir dənə düz xəttdən sonsuz sayda müstəvi keçmək olar. Bir belə, bir belə. Bu nəyə başa düşürsünüz? Bax, kitab. Kitabda nə qədər? Bax, dəftərə baxın bir dənə. Dəftərdə nə qədər müstəvi keçmək olar? Sonsuz sayda. Görsən, bunlar müstəvidə. Bir dənə xətt bu xəttdir. Bax, bu xəttə baxın. Bundan sonsuz sayda düz xətt keçmək olar. Dedik ki, onda bu səhvdir. Səhv bizə deyib düzü tapın, onsuz A-nı tapmışıq, digərini yoxlayaq. Düz xətt iki nöqtə müstəviyə aid, düz xəttin iki nöqtəsi müstəviyə aiddirsə, onda düz xətt müstəvidən kəsir. Düz xəttin iki nöqtəsi müstəviyə aiddirsə, onda düz xətt müstəvini kəsir, kəsmir uşaqlar. Olan paralel olacaq. Ondan sonra düz xətt onun üzərində olmayan nöqtədən sonsuz sayda müstəvi keçmək olar uşaqlar. Sonsuz sayda yox uşaqlar. Düz xətt budur. Bu düz xəttin iki dənə özünün nöqtəsi olur ən azı. Bundan keçməyən bir dənə də nöqtə varsa, düz xəttin keçməyən. Bundan yalnız və yalnız bir dənə müstəvi keçmək olar. İkinci müstəvinin keçmək olmaz. Bu yəni səhvdir. Sonsuz sayda deyib bu. Bir düz xətt üzərində olmayan 3 nöqtədən bir düz xətt üzərində olan 3 nöqtədən, uşaqlar, bir düz xətt üzərində olan 3 nöqtə o deməkdir ki, elə bir dənə düz xətt deməkdir də.
bundan sonsuz sayda düz xətt keçmək olar. Yəni bir dənə düz xətdən yadda saxlayın ki, sonsuz sayda düz xətt keçmək olar və onu kitabın vərəqləri də mən elədim. Bu da yəni yanlışdır. O baxımdan cavab A bəndidir. 11 A bəndi. Digər aksiyonları yoxlayaq uşaqlar. Yavaş-yavaş məncə öyrənəcəksiniz. Bu təşkillərdən neçəsi doğrudur? 2 çarpaz düz xəttin hər birindən digər paralel müstəvilə keçmək olar. 2 çarpaz düz xəttin hər birindən, bax uşaqlar bunu necə çəkirəm? Mən kub çəkirəm. Bax bunu misal gətirəm. Uşaqlar necə başlayıram? Bir dənə kub çəkək. Bir də bu kub. Bu kubdun, bax bunu elə bil bu çarpaz düz xəttlə hansı xəttlərdir? Bax bu xəttdən, bax bu xəttdən. Bu xətt, bax bu xətt. Belə bil A xəttindən B xətti çarpaz xəttlərdir. Bu xəttdən bu xətt çarpaz xəttdir. Və buna bax neçə müstəvi keçmək olar bu düz xəttdən? Bir dənə müstəvi keçmək olar. Və bu müstəvidə bir dənə də belə müstəvi keçmək olar. Bu düz müstəvidən bu müstəvi necədir? Paralel deyil. Bu nə deyib? Baxaq elə bir dənə. 2 çarpaz düz xəttdən hər birindən digər paralel müstəvi keçmək olar. Bəli, keçdim. Bax keçdim. Göstərdim. Ondan sonra baxaq elə B-yə baxaq. Bir düz xətt üzərində olmayan 3 nöqtədən yalnız və yalnız sonsuz sayda keçmək olar. Bu deyib yalnız. Deməli onda səhvdir. 2 paralel müstəvinin 3-cü müstəvi ilə kəsişirsə, onda kəsişmə xəttləri kəsişmir, paraleldir. Bu yanlışdır. Kəsişməyən 2 müstəvidən birini kəsən düz xətt, digərini də kəsmir, kəsir. Digərini kəsir. Yəni 2 dənə paralel bir daha göstərdim buna. Aksiyonlar eyni demək olar. Birini kəsən, digərini kəsir. Ondan sonra Y-də bir düz xətt yalnız və ya yalnız bir müstəvi keçmək olar. Bir düz xətdən uşaqlar dedim, sonsuz sayda müstəvi keçmək olar. Sonsuz sayda kitabın vərəqlərindən sizə misal gətirdim. Cavab A bəndi olacaq. Gedək indi bax aşağılara. 14-də 10 slaydı izah eləmirəm. Hansı təklif doğrudur? 2 çarpaz düz xəttdən hər birindən o birinə paralel müstəvi keçmək mümkün deyil deyib, amma mümkün idi. Bax göstərdim bu da. Bax şəkillər göstərdim ki, yəni bir dənəsi keçmək olar. Kəsişməyən 2 düz xəttdən birini kəsən düz xətt, digərini də kəsmir, kəsir, səhvdir. Bir düz xətt üzərində olmayan 3 nöqtədən yalnız bir müstəvi keçmək olar sonsuz sayda. Deməli, 2 paralel müstəvini 3-cü müstəvi ilə kəsişərsə, onda kəsişməyə xəttlər kəsişər. Necə? 2 paralel müstəvini 3-cü müstəvi ilə kəsişərsə, onda kəsişmə xəttləri də kəsişər. 2 paralel müstəvi 3-cü müstəvi ilə kəsişərsə, onda kəsişmə xəttləri də kəsişər. Düzdür. Bu da elə kitabın üzlüyü söhbəti var. Ondan sonra 14-də baxaq. Bir düz xəttdən sonsuz sayda müstəvi keçmək olar. Baxaq elə bu yanlış idi. 2 dənə paralel düz xətt 3-cü ilə kəsişirsə, onların kəsişmə xətti kəsişmir. Yatmışam. 2 dənə paralel xətt müstəvi budadır məsələn. Biri bu müstəvi, bir də bu müstəvi. Dalğalar. Bunların kəsişmə, bax bir dənə bunlar kəsişirsə, bunların kəsişmə xəttləri bunların hansı xəttlərdir? Yəni bunları bir müstəvidən keçməkdir. Yəni o söhbətdir. Amma bir düz xəttdən sonsuz sayda müstəvi keçmək olar, Y bəndi olacaq. Yəni bunların aksiyonları yavaş-yavaş inşallah uşaqlar işləyib öyrənəcəksiniz. Yəni oxuduqca onları başa düşəcəksiniz. Deməli uşaqlar, baxaq K-in parçası AB parçasının alfa müstəvisinin üzərində proyeksiyada AB 14-dür, BK 2-dir. Yazıram üstünə. Deməli BK 2 2K. Deməli AM 5K. Ondan sonra AB parçasına mən ümumi zeydisə 14-dürsə buna x deyəcəm. Buna 14 minus x deyəcəm. Burada 90 var. Təbii ki. Bu da 90 var. Ondan sonra buna mən alfa desəm. Bu da alfa. Oxşarlığı deyəcəm. Hansı üç bucağın oxşarlığını deyəcəm. KMC oxşardır. Hansı üç bucağa? ACM. Bunu keçməmişəm sizə tam. ACM. M oxşardır. Deməli, alfanın qabağında dayanan 2K-nın 5K olan nisbəti deməli, X-in bax elə bil. Burada dayanan alfanın qabağında 2K-nın 5K olan nisbəti bu alfaya 90 qarşısında dayanan X-in, buna X demişəm, X-in 14 minus X olan nisbəti. Bunu tənasüb şəkildə verib açsam, X olacaq, 4 olacaq. Yaza bilərsiniz, tapa bilərsiniz.
K4-dürsə bizdən AC-ni istəyib 14 çıxılsın 4, o diləyəcək 10. İnşallah birinci dəfələrdə bu suallar qalsın. Bunları inşallah izah eləyəcəm. Yavaş-yavaş fəzanı beyniniz alışsın. İnşallah izah eləyəcəm. Müstəvini kəsməyən parçanın ortasından bir uzundan uyğun olaraq müstəvi A və B məsafələr verilib. O biri ucdan bu müstəvinin olan məsafəni tapın. O biri ucundan bu müstəvidə olan məsafə. Deməli kəsməyən parçanın ortası və bir uzunun məsafəsi. Yazın uşaqlar. Elə yaxşı sualların eynisidir. Deməli, müstəvini kəsməyən parçadan söhbət gedir. Deməli, necə olacaq? 20-ci sual. Deməli, kəsməyən parçanın ortası bir uzundan. Deməli, bu müstəvidir. Bunu kəsməyən bir parçadırsa, belə bir parçadır. Kəsməyən məsafələr bunlardır. Belə. Kəsən məsafələr uşaqlar, bunlardır. Buna baxın, bu kəsib. Bu kəsməyən isə yuxarıda yerləşir. Deyib ki, baxaq indi A B-dən böyükdür. A B-dən böyükdürsə, bunun orta nöqtəsi onda orta xətti B-dir, bu alt. Buna da bir x deyək. Biz təbii ki, demişik ki, bu trapesiyadır. B bərabərdir A plus x bölünsün 2-yə. Tənasıb şəkildə versəm 2B bərabərdir A plus x-a. X-ə bərabərdir 2B çıxılsın A. 2B çıxılsın A. Belə var? Bəli. Cavab Y bəndi. İnşallah hələlik 20-yə qədər baş saldım. İnşallah gələn videolarda da tam izah eləyəcəm. Bu sualda yenə etdiyim kimi biraz fəza beynimizə alışsın. Bu sualın izahını verəcəm. Digər sualların hamısının, aksiyonlara qədər hamısını izah elədim. Sağ olun, salamat qalın.